bizə deyir ki, cisim H hündürlükdən sərbəst düşür. Sərbəst düşür. Yer səthindən 0,125 metr hündürlükdə onun potensial enerjisi 40 joula bərabərdir. Bu cismin tam enerjisi nə qədərdir? Deməli, biz baxırıq ki, H hündürlüyündə onun tam enerjisi elə mgh-a bərabərdir. mgh. 1/4 hündürlükdə, yəni H bərabər 0,125 metr hündürlük, yəni hündürlüyün 1/4 deməkdir, düzdür? 1/4 hündürlükdə bunun deməli potensial enerjisi 40 joula bərabərdirsə, yəni 1/4 mgh-ı 40 joula bərabər idisə, deməli buradan mgh-ı tapırıq nə qədər? 160 joulda. 40-ı 4-ə vurur. Deməli mgh da bizə nəyi verir? Tam enerji. Deməli tam enerji də 160 joula bərabər olur.